Sosial şəbəkələrdə yeni 3000 manatlıq əskinazın görüntüləri yayılıb. Bugün TV Baku WS saytına istinadən xəbər verir ki, əskinazın bir üzündə Azərbaycanın milli qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəkli, digər üzündə isə Şuşa qalası əks olunub. Məsələ ilə bağlı Mərkəzi Bankdan Oxaza bildirilib ki, görüntülər saxtadır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından və 6 ədəd metal pul nişanından ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib. Hüsniyyə Salmanova, Samir Əliyev, Bugün TV.